İranda olan Azərbaycan vətəndaşları Azərbaycan və Türkiyənin quru sərhədi ilə ölkədən çıxarılır. Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatına görə indiyə kimi 30 nəfər Azərbaycan vətəndaşı sərhəddən keçib. ABŞ və İsrailin İrandakı hərbi əməliyyatlarından sonra İranla əlaqə kəsilib. İşlə əlaqədar Təbrizdə səfərdə olan yazıcı Həmid Herisçi ilə yaxınları fevralın 28-dən bəri əlaqə yarada bilmir. Həmid artıq 10 gündür ki, Təbrizdədir. Müharibə başlayan günü səhər mənə zəng elədi. Dedi ki, sakitçilikdir, narahat olma məndən. Burada hərbi əməliyyatlar falan heç nə yoxdur. Günorta bir dəfə də onunla danışdıq. Dostunun telefon nömrəsindən zəng eləmişdi. İran nömrəsi idi və ondan sonra artıq bütün rabitə kəsildi. Telefon əlaqəsi, internet, heç bir vasitə ilə mən ondan xəbər tuta bilmirəm. Yəni müharibə gedir, təbiidir də rabitənin olmaması. Sadəcə narahatçılığım odur ki, Təbrizdə də hansısa bir hərbi əməliyyat ola bilər, nə bilim, hava hücumu ola bilər. Azərbaycanın Xarici İşlər Nazirliyi bölgədə olan vətəndaşlarını kütləvi toplaşma yerlərindən uzaq durmağa, təhlükəsizlik tədbirlərini gücləndirməyə, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyə çağırır. Bildirilir ki, hava məkanı bağlı olduğundan vətəndaşların təyyarə ilə təxliyəsi nəzərdə tutulmur. Hava məkanının bağlanmasına görə bir çox Mərkəzi Asiya, yaxın və uzaq şərq ölkələrinə reyslər təxirə salınıb. Təl-Əviv, Doha, Dubay və digər beynəlxalq aeroportlar fəaliyyətini müvəqqəti dayandırıb. Hava yolları şirkətləri çərşənbə axşamına kimi uçuşların təxirə salındığını, hərbi əməliyyatların gedişinə uyğun qərar verəcəklərini açıqlayıblar. Reyslərin təxirə salınması minlərlə sərnişinə təsir eləyib. Azərbaycan Xalq Parlamentinin rəhbəri Ərəstun Oruclu isə düşünür ki, hakimiyyət öz vətəndaşları üçün bütün atılmalı olan addımları atmır. Azərbaycan hakimiyyəti Xarici İşlər Nazirliyinin dilindən hansısa bir bəyanat, bir açıqlama verməklə işini bitmiş hesab edir. Halbuki bütün normal dövlətlər, onların diplomatik iddiaları, konsulluq xidmətləri vətəndaşların ən müxtəlif yollarla təxliyəsi ilə məşğul. Yəni ilk növbədə o insanları müharibəyə cəlb olunmamış ölkələrə, daha təhlükəsiz ölkələrə təxliyə edə bilər. Məsələn, deyək ki, Misirə yaxın olan ölkələrdən Azərbaycan vətəndaşları Misirə təxliyə oluna bilər. Xarici İşlər Nazirliyindən uçuşların təxirə salınmasına görə ölkədən çıxa bilməyən vətəndaşlarla bağlı məlumat olarsa, ayrıca açıqlanacağı bildirilib. Məlumata görə Azərbaycanın bölgədəki səfirlikləri və baş konsulluqları fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir.